Bismillahirrahmanirrahim. İmam Muhammed Baqir Aleyhisselamın şəhadəti münasibətilə sizlərə başsağlığı diləyirik və bu münasibətlə o ağanın həyatına qısa bir baxış edək. Əsl adı Muhammed, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir və Baqirül Ulumdur. Atası İmam Zeynül Abidin Aleyhisselam, anası isə İmam Həsən Müstəbanın qızı Ummu Abdullahdır. Buna görə də İmam Baqir Aleyhisselam həm ata, həm də ana tərəfdən Həzrəti Əli və xanım Zəhranın nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Muhammed Baqir Aleyhisselam hicrətin 114-cü ilində Mədinə şəhrində şəhadət məqamına yetmişdir və onun pak qəbri Bəqi qəbristanlığında atası İmam Zeynül Abidinin və babası İmam Həsən Müstəbanın pak qəbirlərinin yanındadır. Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuhu.